Hə, deməli, bu gün nə öyrənəcəyik? Yiyəlik halı. Ümumiyyətlə, yadınızda saxlayırsınız. Yiyəlik halın ingilis dilində iki adı var. Genitive case və possessive case. İndi ola bilər də iki adda rastınıza çıxar. Yəni tərəddüd eləməyin ki, genitive case nədir, possessive case nədir. Hər ikisi yiyəlik hal deməkdir. Bu belə. Sonra material görünür ekranda qızlar. Kitabın şəkli gəlməlidir. Görünür. Aha. Deməli, burada məsələmiz nədir? Yiyəlik hal iki yolla düzəlir. İki adı da var, iki yolla düzəlməsi də var. Sadəcə olaraq bizdəki yiyəlik hal deyəndə n, nin, nun, nün deyə keçərlidir. Yəni n üstü 4 şəkilçi. Lakin burada bizdə isimləri iki bölməyə böləcəyik. Canlı, cansız. Və apostrof s məsələsi də var. Təkcə apostrofun özünün gəldiyi məqamlar da var. Sonra rastlaşacaq burada təkcə canlı isim apostrof s-lə dəyişməyəcək. Bəzi cansız isimlər də olacaq ki, onları apostrof s-lə də dəyişəcəm yiyəlik halda. Sadəcə olaraq diqqətlə, səbirlə qulaq asın. Harda nəyi də başa düşməsəz deyərsiniz. Yəni yiyəlik hal qəbulda, buraxılış imtahanında bir sual da olsa rastlaşacağınız mövzudur. Yəni qaçınılmaz haldır bu. Hansı məqamı olursa olsun, mütləq siz bir dənə yiyəlik haldan sual görəcəksiniz. Ona görə diqqətlə qulaq asın. Məsələn, biz əvvəlki mövzuları ona görə hissə götürdük ki, sayılan, sayılmayan, tək, cəm, toplu bildirənlər haçan gəlir, həmişə təkli olanlar necə gəlir. Ona görə hissə öyrəndik ki, bu bölmədə, bu hissədə əziyyət çəkməyək. Getdik birinci punktda. Deməli, canlıdır, həm də təkdədir. Bu isimlərin yiyəlik halı sadəcə olacaq apostrof s-lə. Sonra, a doctor's salary, həkimin maaşı. A scientist's invention, alimin ixtirası. Diqqət edirsiniz, yiyəlik hal ilk tərəfdə bizdə səslənir. Və yiyəlik hal əsas kimə məxsusdursa, apostrof s onun yanında gəlir. Problem var burada? Yox. Aysa, onda keçdik ikinciyə. İndi hansı məqama baxacam? Canlıdır, özdə cəmdədir. Bu zaman iki yolla düzələcək. Yəni, necə cəmlənməsindən asılı olaraq. Baxırıq. Canlı özdə cəmdə. Diqqətli olun. Deməli, yiyəlik halı işləyərkən verilmiş ismin canlı cansız olması, canlıdırsa təkdədirmi, canlıdırsa cəmdəmi, bax bu kimi hallara baxmaq lazımdır. Eliza, dərsdəsən qızım? Buradayım. Sadəcə kamerada problem var. Peki. Narahat olma. Profil şəkli getdi, ona görə narahat oldum. Deməli, cəmi apostrof s və ola bilər ki, sadəcə apostrofla düzəldəsiz. İndi baxaq görək hansı hallar ola bilər. Adətən biz burada SS şəkilsi falan da var, onu da toxunacaq indi. Deməli, cəmi s ilə düzələn cəm isimlərin yiyəlik halı təkcə apostrof alır. Yəni, bu nə deməkdir? Bir isim s şəkilsini bir dəfə qəbul edir. Burada demişdim, bir nəfər alimin ixtirası. Burada isə deyəcəm, alimlərin ixtirası. Artıq mən bu ismi bir dəfə s şəkilsi vasitəsilə cəmləndirmişəm. Düzdür? Bunun yanına iki dəfə s yazsam mənasız olur. Baxın, buradakı kimi. Bu verilmiş isim cəmlənir. Cəmlənirsə, canlı ismin cəmi apostrof yazmaqla kifayətlənə bilərəm. Və bununla da aydın olur ki, bu alimlərin ixtiraları mənasını verəcək və burada mənə nə lazımdır?
Bir dənə apostrof yazıram, məsələ bitir. Daha uzun uzadı orada sizə lazım deyil. 2 dənə S yanaşı yazasınız və yaxud da apostrofdan sonra bir dənə də S yazasınız. Yəni bir sözlə mənasız gələcək o. Sonra baxırıq hansı vəziyyətə. Burada da yazır ki, cəmlik bildirən S, yəli hal bildirən apostrof S-nə yanaşı gələ bilməz. Yəni canlıdır. Cəmə çevirdinizsə, bir dəfə apostrof yazırsınız və bununla da cəmlənmə prosesi başa çatır. Daha sonra sözün sonundakı S cəm şəkilçisi deyil, sözün tərkibi olarsa. Xatirinizdə qalıbsa, biz əvvəlki dərslərdə kişi cinsindən qadın cinsinə çevrilən isimlər haqqında danışmışdıq. Və orada da həmin bax bu qeydləri mən sizə xüsusi vurğulamışdım. Nədən gedir söhbət? Waiter, waitress, double S. Deməli, burada kişi cinsli isim qadın cinsli isimə çevrilib və bunun sonunun S ilə bitməsi cəmlənmə demək deyil, yenə təkdir. Deməli, kişi cinsindən qadın cinsinə isim çevrildi. Burada yenə söhbət təkdən gedir. Bu nöqteyi nəzərdən yanaşdığıma görə apostrofdan sonra S yazma haqqım var. Bayaqları ismi tək idi. Cəmə çevirdim, canlı ismi. Özündən sonra bir dənə apostrof yazdım. Qarşı tərəf başa düşdü ki, bu isim canlı cəmdir və yəlikdədir. Lakin kişi cinsindən qadın cinsinə çevirirəmsə ismi, burada hər hansısa bir cəmlənmədən söhbət gedə bilməz. Sadəcə ismin deməli cins kateqoriyası çevrilir. Cəmlənmə prosesi baş vermir. Yəni kişi cinsli waiter ismini waitress-ə çevirirəm. Kişidən qadın cinsinə çevrilir. Bu da sözün özü deməkdir. Və apostrofdan sonra da S yazacağım, məsələ bitəcək. Bu bir növ belə deyək də canlı tək ismin yəlik halının düzəlməsinə bənzəyəcək. Sonra host, hostess, actor, actress. Yenə söhbət burada nədən gedir? Kişi cinsli verilmiş hər hansısa bir canlı ismin qadın cinsli ismə çevrilməsindən. Və yenə də yəlik hal apostrof S deyə gələcək. Yəni sizə burada 2S hər hansısa bir cəmliyi bildirməyəcək. Cins kateqoriyasının dəyişməsinə görə gələcək. Ümumiyyətlə sonu 2S ilə bitən bütün isimlər təkdədir. For example, progress, uncountable, address, boss, class, dress, glass, access, actress and etc. Və s. Yəni bu kimi sonu double S ilə bitənlər, yəni qoşa S ilə bitənlər həmişə təklik bildirəcək. Və diqqət eləyirsinizsə, bunların içərisində sayıla bilməyən isimlər də üstünlük təşkil eləyir. Sualınız var bura qədər? Deməli, biz sizlə öyrəndik cəmlənmə prosesində, plural nouns bölməsində, cəm isimlərdə. Bizim öyrəndiyimiz bölmədə nə idi? Kökündən dəyişən isimlər var idi. Təbii ki, biz bunları hamısını əzbərdən bilirik. Mən baxıram testə. Əgər verilmiş isim kökündən cəmlənibsə, buna apostrof S vasitəsilə yəlik hal vəziyyətinə gətirmə mümkündür. Yəni, children's rooms, uşaqların otaqları. Mən təzədən cəm ismin sonuna bir dənə də S yazıb, üzərinə də apostrof yazsam, təsəvvür edin, tərcümə belə olacaq. Uşaqların otaqları. 2 dənə lar şəkilsinə nə ehtiyac var ki? Və yaxud da tutalım ki, kimsə fikirləşir ki, bu cəmdir, buna apostrof yazsam kifayətlənmək olar. Xeyr, olmaz. Deməli, children apostrof S bu şəkildə cəmlənəcək. Kökündən dəyişən isimlərdən gedir. Bax, bir daha vurğulayıram. Kökündən dəyişən özdə necə? Canlı isimlər. Bunların yəlik halı apostrof S vasitəsilə dəyişəcək. Qətiyyən testdə bu aldadıcı məqamlara aldanmayın. S apostrof olmaz, sadəcə apostrof yazsam düzgün deyil. Yəni bir sualınızı buna görə itirmək olmaz. Diqqətli olursunuz. Kökündən dəyişən, bir daha vurğulayıram, canlı isimlərdirsə, bunların yəlik halı apostrof S vasitəsilə dəyişəcək. Nə apostrofu yazıb S-i dayandırırsam olmaz, nə S sonra apostrof yazsam o da doğru olmaz.
ən doğru variantı apostrof S vasitəsilə dəyişməsidir. Ümumiyyətlə nəticəyə gələk. Deməli, iki kateqoriyada olan isimlər var. Tək və cəm. Bunların yəli halı yalnız hansı yolla dəyişdi? Apostrof S vasitəsi ilə. Baxıram, cəmlənərkən kökdən dəyişən isimlər var. Mən apostrof S, women apostrof S, mouse apostrof S. Bir sözdən kökündən dəyişən nə qədər isim əzbərləmişizsə, təki də, cəmi də hamısı apostrof S ilə dəyişəcək. Çox da ki, burada a men's suit yazmışam. Artikeldən azad edirəm. Burada əslində artikel dayanır. Və artikeldən azad eləyən kimi bu kökündən dəyişir. Mən əvəzlənməsi gedir. Men apostrof S suits. Day burada gəlib S-i mən sözünə bitişdirsəm, kobud qayda pozuntusuna yol vermiş olacam. Olmaz. Men sözü zaten cəmdir, kişilər deməkdir. Kişilər, lərlər, iki dəfələr şəkilsini mən nə ehtiyac dışı yazam? Və yaxud da tutalım ki, yazıram ki, women olur. Mən women sözünü women deyə dəyişdiyini bilirəm. Bu S-in burada çıxışı sanki qadın sözünü S vasitəsilə cəmləmək deməkdir. Olmaz. Sonra bir də sizi testdə nə aldadacaq? Təki cəmi eyni olan isimlər. Təki cəmi eyni olan isimlərin bir üstünlüyü var ki, qarşısında artikel gəlirsə, bu təkdir. Artikeldən azad etdimsə, bu artıq olacaq nə? Cəm versiyada. Və bir nüansda yadınızda saxlayırsınız ki, bunun təki də, cəmi də apostrof S vasitəsilə yəliyə çevriləcək. Qətiyyən təki cəmi eyni olan ismə gətirib S-i bitişdirməyin. Kobud qayda pozuntusudur və eyni baxın bu nümunələr sınaqlarda biz işləyəcəyik sizdən. Ümumiyyətlə siz sınağa gedəndə də görəcəksiniz ki, orada tamam fərqli məqamlar olacaq. Sonra people sözü var. İki cür, iki vəziyyətdə dəyişir. Axı biz məlumat vermişdik keçən dəfə əvvəlki dərslərimizdə ki, bunun adamlar, cəmaat mənası da var, xalq mənası da var. Xalq kimi təkdədir, adamlar, cəmaat mənasında artıq cəmlik bildirəcək. Deməli, o adamların xəsisliyi demək istəyirəm. Those people's greed. Amma desəm ki, bu xalqın müstəqilliyi, these people's independence. Deməli, xalq mənasında S-i özünə bitişdirəcək, cəmaat mənasında S-i özündən uzaq tutacaq. Çünki burada özünü cəm isim kimi aparır. O bayaq yuxarıda qeyd elədik sizdən, cəm isim yanına S-i bitişdirməz. Bax, həmin nüansdır. Əgər adamlar cəmaat mənasıdırsa apostrof S yazırsınız, xalq mənasıdırsa S apostrof yazırsınız. Bura qədər sualınız, çətinliyiniz, hər hansısa bir beyninizdə sual yaradan hissə varsa buyurun. Təzədən deyim. Yox. Tam aydın oldu, başa düşdünüz. Bəli. Davam edeyim. Yaxşı, davam edək. Keçirik cansız isimlərə. Cansız isimlərdə həmişə çalışın ki, bu düsturu yadınızda saxlayasınız. Hansı düsturdan gedir söhbət? Yəli hallı isim, of və isim. Bu nə deməkdir? Birinci, nə aid olunursa onun adını yazıram. Sonra ofu əlavə eləyirəm. Nə aid olunubsa, nəyə aiddirsə, onu ikinci tərəfdə yazıram. İndi dediyimin açıqlamasını deyim sizə. Otağın qapısı olar, yoxsa qapının otağı olar? Otağın qapısı. Ay, sağ ol. Deməli, ingilis dilində, mən Azərbaycan dilində çevirəndə tərsinə deyəcəm bunu. Birinci qapı sözünü deyəcəm, aid olunan hissəni. Sonra oflu birləşməni yazacam, yəni of birləşməsini. Daha sonra isə o qapı otağa aiddir deyə otaq sözünü ikinci tərəfdə ifadə edəcəm. Sizə testdə tərsinə cavablar verəcək. Yazacaq ki, the room of the door tərsinə verir. Məsələn, biz özümüz deyəndə nə deyirik? Otağın qapısı. Azərbaycan dilində kim verəcək onu sizə? Lakin bu ingilis dilində birinci nə aid olunursa onun adı gəlir. Sonra of sözünüsü gəlir. Bundan sonra nəyə aiddirsə onun adını verəcəm. Məsələn, tutalım ki, belə bir ifadə deyəcək. Maşının açarı. Açarın maşını olmur ki, düzdür? Birinci deməliyəm. Aid olunan nədir? Açar.
açar maşına aiddir. Açar birinci gələcək. The key of the car. Və diqqət eləyirsinizsə, hər dəfə burada mən Z artiklından istifadə eləyirəm. Çünki müəyyən bir maşına aid olan müəyyən bir açardan danışıram. Tutalım ki, siz Hyundai markalı avtomobilin açarını, tutalım ki, BMW markalı avtomobil açmaq üçün istifadə eləyə bilməzsiniz. Hərəsinin öz açarı özündə. Düzdür? Deməli, ona görə də buradakı Z artiklı ilə uzlaşır. Çünki mən hansı açarın, hansı avtomobilə, hansı maşına aid olduğunu mən Z artiklı ilə vurğulayıram ki, söhbət bu açardan və bu maşından gedir. Eyni ilə, hansı otağın qapısı, məsələn, sizin otağınızın qapısının, mətbəx qapısına nə ehtiyacı var ki, ifadə eləməyin? Əgər sizin öz şəxsi otağınızın qapısıdırsa, avtomatik həmin otağın həmin qapısından danışacağım. Ona görə Z artiklını burada vurğulayırıq. Bu kimi xırda hissələrə diqqətli olun. Aydın olmayan hissə varsa bir də deyim. Mən orada təkcə of yazılıb. Bəs niyə belə deyək, ilik halın S şəşidisi əlavə olunmuyor? Burada görürsünüz, cansız isimlərə görə danışırıq. Bu bayaq danışdıqlarımız canlılar idi. Cansızdırsa, məsələn, bax, sizə orada testdə belə bir şey də verəcək. Ən çox Dövlət İmtahan Mərkəzində testlərdə rastıma çıxır. The leg of the table. Bu nə deməkdir? Stulun ayağı. Stulun ayağı. Düzdür, burada cansız deyə vurğuluyuram. Amma elə məqam olacaq ki, double genitive case dediyimiz hissə var. O sizə düşmür. 2 qat yəlik hal. O sizdə istifadə olunmur. O miqdə bir də sertifikasiyada bizə düşür, müəllimlərə. Deməli, double genitive case-də biz orada, məsələn, canlılarda da orada həm ofdan, həm apostrofesdən istifadə edədiyimiz məqamlar gəlir. Lakin sizə bunun ibtidai versiyası düşür. Yəni, ən sadə versiyası. Diqqət eləyirsiniz, ayaq stula aiddir, yoxsa stul ayağa aiddir? Stul ayağa aiddir, düzdür? Daha doğrusu ayaq stula aiddir. Stulun ayağı deyirik. Deməli, burada the leg of the table. Yəni, hər hansısa bir stulu göstərirsən, deyirsən, bu stulun ayağı. Birinci aid olunan, sonra of, sonra da the table sözü gəlir. Lap istəyirsiniz, belə açıqlaması ilə yazım. Aid olunan, üstə gələk of, üstə gələk aid. Aid oldu bu. Yəni, ümumi struktur bu şəkildə gedəcək. Belə bir düstur şəklində. Aid olunan of, sonra da aid olduğu. Sonra nə ilə davam eləyəcəm? Of həm canlı, həm də cansız isimlərin yiyəlik halını düzəldə bilir. Bayaq sizə dediyim. Düzdür, bunu çox mən abituriyent səviyyəsində görməmişəm, yalan nə deyim. Sizə sadə versiyalar düşür. Heç oflu birləşmə o qədər düşmür sizə. Deməli, my sister's flat, mənim bacımın mənzili. İndi demək istəyirəm, mənzil bacıma aiddir, yoxsa bacım mənzilə aiddir? Mənzil bacım. Asıl. Deməli, birinci flat sözünü yazacağım. Sonra oflu birləşməni yazacağım sözünü. Bu mənzil kimə aiddir? Bacıma. Ona görə my sister sözünü burada qeyd edəcəm. The flat of my sister. Bu belə. Sonra keçirik mürəkkəb isimlərin yiyəlik halının sonuncu sözü apostrof əlavə etməklə düzəlməsinə. Yadınıza gəlir, mən mürəkkəb isimlərin cəmlənməsində sizə dedim ki, yiyəlikdə apostrof həmişə axıra düşəcək. Cəm əsas sözün yanına gələcək. Hətta xatirinizdə qalıbsa, mən orada sizə dedim ki, brother-in-law, o da düzdür. Brothers-in-laws, bu da düzdür. Hər iki versiya doğrudur. Yəni, sizin burada brother sözünün tək və ya cəm olması ilə hər hansı bir probleminiz yoxdur. Sizdə problem nə vaxt yarana bilər? Bax, burada görünən apostrofesi
gətirib brother sözünə yanaşı yazarlarsa. Məsələn, bu apostrofu gətirib atar in-law sözünün əvəzinə. Brother sözünü cəmləyər, apostrofu tək saxlayar. Bu da aldalıcı məqamdır. Brother-in-law bitişik olmaz esə. Çünki cəmlənmə prosesi əsas sözün tərkibində gedir. Burada olmalıdır. Burada ihtiyac deyil es. Başa düşə bildiniz bu hissəni? Yoxsa ayrılıqda yazım yenə? Geçtim. Digərləri. Qızlar. Aydın. Bax, sonra gəlirik nəyə? Bu hissədən ümumiyyətlə biraz çox danışacağım sizə. Bu hər iki ismin ayrılığı. Bir də tuzaq suallar var burada. Tuzaq sual nəyə deyirəm? İndi deyəcəm. Ümumiyyətlə, yəlik halın, belə deyək, lap dəqiq istifadə olunma məsələsi. Bax, bura maksimum qulaq asın ki, diqqətlə. Mən sizə nələri deyəcəm? Bu sırf sınaqda, qəbulda tipa eyni formada düşür suallar. Sizi qorxutmaq üçün demirəm. Amma maksimum diqqətli olun. Yəni, düşdüyü versiya budur. İndi belə bir vəziyyət əmələ gəlir. Deyirəm ki, Jane and Lily, Lily's mom. 3 dəfə bu cümlədən yazacağım. İndi görün bunları hansı vəziyyətlərdə necə istifadə edirəm. Baxın, zəhmət olmasa. Deməli, qızlar, Jane and Lily's mom. Burada Jane bir nəfərdir, düzdür? Bir adamdır. Burada da bir adamdır. Bunlar, Jane və Lily, burada bunları deməli bacı kimi göstərirəm. Əgər bu ifadədə bunlar bacıdırlarsa, eyni ananın qızlarıdır bunlar, düzdürmü? Ona görə mom sözü burada tək qalacaq. Üstə gələk, tək. Tək xəbər. Çünki bunlar burada bacıdır. Biri qızın adı Jane'dir, o biri qızın adı Lily'dir. Bunların anası ortaqdır. Ortaqlı olduğuna görə, eyni qadın uşaqlar olduğuna görə, ana sözü təkdə qalacaq. Maksimum diqqətli olun bu vəziyyətə, çünki çox dolaşdırırlar uşaqları burada. Problem yoxdur ki burada. Sevməm. Ay sağ ol. İndi baxıram nəyə? Bu dəfə Jane-lə Lily başqa-başqa qadınların uşaqlarıdır. Jane-in anası başqadır, Lily'nin anası başqadır. Ona görə burada artıq cəmlənmə prosesi baş verəcək. Burada söhbət 2 qadından gedir. 2 nəfərdir bunların anası. Yəni, bunun anası başqadır, Jane-in. Lily'nin anası başqadır. Sadəcə hər ikisinin yanında 2 dəfə mom sözünü yazmamaqdan ötəri gəlirəm burada ana sözünü cəmləyirəm. Deməli, burada məsələn, yazıram rəfiqədirlər. Nə bilim, qonşudular. Nə istəyirsiniz, fikirləşin. Və avtomatik 2 ana var. 2 ana olduğuna görə cəm xəbər verəcəm. Okay. Burada da belə. İndi mən ən çox günləri Mudovan test bankında rastlaşacaqsınız bu vəziyyətlə. Bir də onun sınaqlarına görürüm belə məntiqi sualı. Kaspidə də var. Deməli, orada nə bir vəziyyət əmələ gəlir? Tutalım ki, məktəbdə rastınıza çıxıb da ana da müəllimədir, ananın qızı da müəllimədir. Ana bala bir yerdə məktəbdə işləyirlər. Rastınıza gəlir belə bir vəziyyət? Yəni olur da elə hallar, düzdür? Bir məktəbdə müəllimənin öz anası da işləyir, özü də işləyir müəllimə kimi. İndi buradakı Jane özüdür. Tutalım ki, iclas çağırılıb. Jane burada özü gəlir. Lily də özü gəlməyib,
Lilinin anası gəlib iclasa. Bunlar tamam ayrı-ayrı adamlardır artıq burada. Görün, birinci ilə eyni gəlir və bir-birinə bənzəyir. Burada söhbət Jane ayrı adamdır. Jane kimdirsə özü işləyir məktəbdə, təkdir. Buradakı Lili isə iclasa Lili özü gəlməyib. Lili adlı bir müəllimənin anası gəlib iştirak edir iclasda, o da müəllimədir. Məsələ hadisə yerində neçə nəfər var? 2 nəfər. Və avtomatik mən burada qeyd eləyəcəm xəbəri cəmdə. Bu zaman 2 ayrı şəxs. Burada 2 ayrı şəxsdən danışdığıma görə yenə cəm xəbərə müraciət eləyəcəm. Yaxşı quzular. Bax, bir də deyirəm. Birinci yazdığımda burada Jane-lə Lili bacıdır. Ona görə apostrofes mam yazıb tək xəbər verirəm. Çünki uzlaşma söhbət kimdən gedir? Bir qadının 2 qızından. Sonra burada Jane və Lili rəfiqədirlər. Hərəsinin ayrı-ayrı anası var. Axırda gəlib ana sözünü nə edəcəm? Cəmdə yazacağam və cəm xəbərə müraciət edəcəm. Lakin birinci cümləyə bənzəyir, amma cümlənin mənasını başqa yöndə izah eləyir. Burada 2 ayrı-ayrı şəxsdən danışıram mən. Eyni adamlar deyil bunlar. Burada Jane başqa adamdır, başqa müəllimədir. Lili də özü anasından işləyir, amma Lili müəllimənin anası gəlməyib. Daha doğrusu Lilinin özü gəlməyib, anası gəlib iclasa. Hansısa bir fən müəllimidir o da. Bu artıq nə olacaq? 2 ayrı şəxsdən danışıram və ana sözünü cəmləmirəm. Testdə birdən baxanda uşaq deyir ki, burada səhvlik var. Fikirləşir ki, bu əgər belə idisə, mam sözü tək isə tək xəbərlə davam eləyərdi. Lakin məntiq məsələsi var burada. Jane başqa adamdır. Lilinin özü yox, Lilinin anası gəlib. Yenə məqsəd başqa adamla danışılır. Sadəcə Lilinin anasının adını yox, Lilinin anası şəklində yazır. Məsələn, Lilinin anası tutalım ki, kim olsun? Məsələn, Anna. Düzdür? Sadəcə mən Anna yazmamışam, yazmışam Lilinin anası. Yenə hadisə yerində neçə nəfər də ayrı-ayrı? 2 adamdır. Avtomatik cəm olduğuna görə bunu dəyişəcəm cəm xəbərə. Fikrimi başa sala bildim, sizə nə demək istəyirəm? Testdə sizə nə gözləyir? Bəli. Burada Lili də yazsaz olar, Lilinin anası. Anna da yazsaz olar. Sadəcə olaraq testdə baxmaq yox, testi görməyə çalışın. Sizdən nə tələb olunur? Yəni o situasiyanda həmişə baxanda fikirləşin. Bu situasiyanda və yaxud da ola bilər ki, həmin bu vəziyyəti sizə açıq sual vəziyyətində versinlər. Sırf sizi çaşdırmaq məqsədi ilə. Deməli, burada bütün işi, yükü xəbər görəcək. Eyni vəziyyətdir, lakin başqa-başqa adamsa cəm xəbər. Eyni vəziyyətdir. Bir qadın uşaqlarsa ana təkcə tək xəbər gələcək. Davam eləyim mövzunun ardıyla. Bəli. Mən gələm desə. Necə? Mən biraz yorucu oldu. Biraz qarışıqdır, ona görə dedim ki, yorulanda deyin. Yaxşı. Onda dərsi burada dayandırıram. Mən sizlə qaldım. Ortaq olan, ortaq olmayan. Gələn dərs mənə yaddaş eləyərsiniz. Qayda 5-dən bir də danışım sizə. Yaxşı? Yaxşı. Özüm də burada qeyd eləyəcəm. Çünki istəyirəm yaxşı möhkəm öyrənəsiz. Gələn dəfə buradan ardın davam eləyəcəm. Çünki bundan sonrası da biraz fərqlidir. Uzlaşma məsələsi sayılan, sayılmayan, sayılan cəm, sonra sayılmayan tək gəlirsə xəbər necə dəyişəcək. Bir də yadıma salın sizə ümumi xəbərlərin cədvəlini hazırlayın verim. Yaxşı, burada dərsi izah eləyəndə dərsdə izah eləyim. Yaxşı, materialı göndərəcəm sizə PDF-i. İndi dərsi də dayandıraq. Növbəti dərsə sadəcə keçdiyimiz, yəni danışdığım hissəni yaxşı öyrənmək.
Başqa da bir tapşırıq verməyəcəm sizə hələlik. Sadəcə yiyəlik halı möhkəm öyrənin. Bir də təkrar Yazarsa edin. qrupa. Bəli. Qrupa yazar da biri. Məryəmdən həmişə xahiş edirəm. Məryəm, zəhmət olmasa yazarsan da qızım. Yazaram mən. Təkcə keçdiyiniz qaydanı keçirəm. Hə, ümumiyyətlə sayıla bilən, sayıla bilməyən, tək, cəm, isim bölməsini Nərgiz Nəcəf dərsliyindən səhifə görə bilmirəm burada təəssüf ki. Mən dəqiqə baxıb deyim. Hə, bir də zəhmət olmasa, baxım. Hansı dərsdən? Yiyəlik halda bu. Sadəcə nəsə səhifələri düşməyib burada. 25 göstərir məndə, indi bilmirəm, orada da 25-dir, 25 deyim. Neçədir? Səhifə 26. Okey. Onda qeyd eləyərsiniz səhifə 26-ya qədər. Ekranda da zaten görünür. Bu hissəyə qədər ümumiyyətlə isimdən nə keçmişiksə hamısını başdan evə təkrar eləyin. Çünki sayıla bilməyən hissələr işləyəcək sizdən. Orada da müəyyən detallar var. Hissə keçək ki, tam mənimsəyin. Çünki bunlar əlaqəli mövzulardan ən birincisidir. Sualınız yoxdursa, dərsi dayandıra bilərik. Yox, mən çox sağ olun. Oldu, hələlik, yüz-yüzə yaxşı baxın. Sağ olun. Sağ olun. Sağ olun, goodbye.